Jeffrey Epstein bir vaxtlar Wall Street maliyyətçisi, sonra milyarder, sonda isə dünyanın gördüyü ən iyrənc cinayət şəbəkələrindən birinin mərkəzi fiquru. Bu video bir insan haqqında deyil. Bu video uşaqların satıldığı, qızların zorlandığı, siyasətçilərin şantaj edildiyi və pulla hər şeyin örtbasdır edildiyi bir qaranlıq sistem haqqında danışacağım. Epstein 1953-cü ildə ABŞ-da doğuldu. Heç bir universitet diplomu olmadan müəllim işləyirdi. Sonra birdən-birə maliyyə sektoruna keçdi. Necə keçdiyini amma heç kim bilmirdi. 80-ci illərdə artıq milyarder idi. Kimlər pul verdi, kimlər qorudu? Bu suallar bu gün də cavabsızdır. 1998-ci ildə Epstein Karib dənizində Little Saint James adlı adanı aldı. Qiyməti təxminən 7-8 milyon dollar idi. Adada gizli kamera sistemi, xüsusi otaqlar, silahlı mühafizə və yüksək hasarlar var idi. Məhkəmə sənədlərinə görə Epstein qızları soyundururdu, onlara toxunurdu, cinsi əlaqəyə məcbur edirdi. Bəzi qızları dostlarını ötürürdü. Bəzi qurban ifadələrində isə yox deməyə icazə yox idi. Evdə kameralar vardı. Qaçmağa çalışanlar cəzalandırılırdı. Bu artıq pedofiliya idi. Bu artıq insan alveri idi. Bu artıq təşkilatlanmış zorakılıq idi. Epstein'in şəxsi təyyarəsi vardı. Adı Lolita Express idi. İddialara görə təyyarədə gizli kameralar, siyasətçilər, milyarderlər və məşhur adamlar məxfi şəkildə çəkilirdi. Sonra bu görüntülər şantaj üçün istifadə olunurdu. Türkiyə ilə bağlı isə 1999 zəlzələsindən sonra minlərlə uşaq itkin düşüb. Bəzi şahidlər deyir, uşaqlar fəlakət bölgələrindən də aparılırdı. Azərbaycanla bağlı isə Bakıda bəzi yazışmalarda keçir, amma rəsmi siyahıda Azərbaycanın cinayət ortağı yoxdur. 2019 həbsxana kamerası. Kameralar işləmir, mühafizəçilər yatır. Epstein intihar edir. Çoxları buna inanmır. Epstein öldü, amma sistem yaşayır. Qurbanlar hələ də ədalət gözləyir. Bu sadəcə keçmiş deyil, bu hələ də davam edən kabusdur. This was me when I met Jeffrey Epstein.